Salam dəyərli izləyicilər. Mən Pro İngilis dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the correct variant, düzgün variantı seçin. Birinciyə baxsaq, a few months journey, bir neçə aylıq səyahət. A few quantifier təyin edicisi bildiyimiz kimi özündən sonra həmişə sayıla bilən cəm isim tələb edir. Lakin burada months sayıla bilən tək isimdir. Yəni bunun əslində düzgün versiyası months S qəbul edərək cəmlənməli və özündən sonra apostrof gəlməli idi. Deməli, bir düzgün deyil. İkinciyə baxsaq, a week's rest. Burada düzgün formada işlənmişdir. Yəlik hal, çünki week, day, months, year kimi zaman bildirən bəzi isimlər özündən sonra apostrof S və isim qəbul etməklə yəlik halda işlənir. Əgər cəmdə işlənərsə, S apostrof qəbul edir. Və burada gördüyünüz kimi E artiklı gəldiyinə görə week ismi təkdə və özündən sonra apostrof S üstəgəl isimlə işlənərək düzgün yəlik hal formasında işlənmişdir. 2 düzgündür. Üçüncüyə baxsaq, the men's room. Men burada cəmlənərkən kökdən dəyişən isimdir və belə isimlərin yəlik halı özündən sonra apostrof S qəbul etməklə düzəlir. Lakin burada S apostrof gəlmişdir. Deməli, 3 düzgün deyil. Dördüncüyə baxsaq, yesterday's news. Yesterday və today kimi isimlər də zaman bildirən isimlər özündən sonra apostrof S və isim qəbul etməklə yəlik formada işlənir. Necə ki, burada da düzgün yəlik hal formasında işlənmişdir. 4 düzgündür. Beşinciyə baxsaq, the woman's shoes. Woman burada men ismi kimi cəm forması kökdən dəyişən isimdir və bu ismin yəlik hal forması, bu tip isimlərin yəlik hal özündən sonra apostrof S qəbul etməklə düzəlir. Lakin burada isim özündən sonra S apostrof qəbul etmişdir. Deməli, 5 də düzgün deyil. 2, 4, düzgün cavab Y variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha geniş dərs və test izahlarına baxmaq istəyirsinizsə, kanalın biosundakı YouTube linkindən keçid edə bilərsiniz.